Salam, xoş gördük, hörmətli izləyicilər. Saray qəsəbəsində 114 min manata kubçalı ev satışa çıxarıldı. 2 mərtəbəli evdir. Aşağısı da monolitdir, birinci mərtəbəsi 1 ilə 2-nin arası da monolitdir. Krişanın üstündən də 20-nin 40-a kəmər fırladılıb. 60-ın 40-a fundamentidir, qoşadaş kubliklə tikilmiş evdir. Elə bir ki, şəxsi özünüzə necə ev tikəcəksə, bu evdə həmən qaydada tikilib. Bütün standartlara uyğun tikilib, çox yüksək keyfiyyətlə tikilib. 114 mindən narahat olmayın, qiymətində yaxşı indirim olunacaq. Yerləşdiyi ərazidə Saray qəsəbəsində Yetər Şaldı sahənin arxasındadır. Yəni, haradasa yəqin bu nə qədər məsafə ola bilər? Bir 350-400 metr məsafə olar, yəqin ki, bu evə. Yanından amma Sumqayıt marşrutu keçir, bir də marketlər var burada. Mütləq gəlin bu evə, baxın, köhnə ərazidədir, kanalizasiyası mərkəzidir, qaz, su, işıq sayğacı var, jalüzü bağlayın. Deməli, bax, jalüz qapıdır, bir də kaletkası var, görürsünüz, bax, belə. Bax, bu qaydadadır. Bu da trapıdır burada, evimizin. Bax, bu məsafəsi buradan da var. Evin arxa tərəfində də məsafəsi var. Burada evin həyətidir. Böyük geniş həyəti var. Burada da kombinin yeridir. Pəncərələr, şəbəkə pəncərələrlə evimiz də bax belədir. Görürsünüz, tarsovka emisyadır. Hətta hasarlar da tarsovka emisyadır. Daxil oluruq evimizin koridorundan içəri. İndi hələ təmircidir burada. Tam yekunlaşmayın. Mən bu bir dənə tez bunu sizə izah edeyim. Çünki bu ev qalmayacaq, satılacaq. Gəlib siz bu evə baxın. Girən kimi belə bir koridor, pilləkən qalxır 2-ci mərtəbəyə. Sağ tərəfdə də belə sanitar qovşağıdır, baxın. Birinci mərtəbə, ikinci mərtəbə boydan boya, hamısı istif oldu. Girək kimi sanitar qovşağını göstərdim, bu da mətbəxidir. Mətbəx neçədir? 5-in 4-dədir mətbəx. Təsəvvür edirsiniz, bax, meyvələrsi keramika vurulub, yeri olsa keramikadır. Qapıları bir dənə göstərək, bax, hazır qapılar gəlib, işimizi yekunlaşdırandan sonra ustanovka olunacaq bunlar. Siz gəlinə bunlar da yekunlaşacaq, laminatıdır, aboylardır, bunlar hamısı bir-bir yekunlaşacaq. Bu da qonaq otağıdır. Qonaq otağı neçədir? 4-ün 7-yə qonaq otağıdır. Bir dənə bura baxın. Eni 4 metrdir, uzunluğu 7 metrdir. İndi hələ tam belə bilmirsiniz. Aboylar vurulsun, yerinin laminatı vurulsun, görəcəksiniz. Bax, yerinə bir dənə tütün yer. Görürsünüz, bax, yeri bütün beton istif oldu. Sonra, bax, burada adi ara kəsmələri göstərək, qoşa daşdır, görürsünüz. Ara kəsmələr nə qədər qoşa daşdır. Deməli, pilləkən də düzələcək, qəşək, çox bahalı, səlqəli pilləkən olacaq. Gələndə inşallah bunu görəcəksiniz. Monolitin bir dənə qalınlığını buradan çıxarıb göstərək. Baxırsınız monolit. Bax, bu bütün 1 ilə 2-nin arası belə monolitdir. Altından, bir dənə buranı tutduğunu zəhmət olmasa. Altından bax, belə standarta uyğun. Nə lazımdır qoyulub, üstündən də laminat vırılıb. Qalxdıq bura 2-ci mərtəbəyə. 2-ci mərtəbənin belə koridorudur. Bax, belə bir koridordur. 1, 2, 3 dənə də yataq otağı 2-ci mərtəbədədir. Korrektor sistemi burada yığılıb. 2-ci mərtəbəyə aid olan toklar buradadır. Gəlin birinci ilə usta işləyən otağa baxaq. Usta yorulmayasan. Bax, burada aboy işləri var. Burada bir yataq otağıdır. Neçədir? 3,5-ın 4-də bir yataq otağıdır. Sonra buradan gəldik bu yataq otağına. 3,5-ın 3,5-a bu yataq otağıdır. Yekunlaşmaq üzrədir, az qalıb. 114 mindən narahat olmuyor. Burada sanitar qovşağıdır, çəkin. Burada sanitar qovşağıdır. Bir yataq otağı da buradadır. Bu neçədir? 4-ün 3,5-da bu yataq otağıdır. Bir də izah edirəm, Saray qəsəbəsində Yetər Şaldı sarayın arxasındadır. 114 min manata satışa çıxarılır, qiymətindən narahat olmayın, kubcalıdır, siz bu evə qeydiyyata düşə biləcəksiniz. Qaz, su, işıq sayğacları var, kanalizasiyası mərkəzidir. Kuru qavoy qoşadaş da tikilib, 60-ın 40-a fundamentdir. Birinci mərtəbənin poluna, splaşına beton tökülüb. 1 ilə 2-nin arasını göstərdim monolitin qalınlığın. Lap krişanın altından da 20-nin 40-a kəmər fırladılıb. 114 mindən də mütləq qəşəng endirim olacaq. Gəlin mütləq bu evə baxın. Sağ olun.